İmtahan tipli testlərin izahı ilə davam edirəm. Baxırıq 14-cü testimizə. Biz bilirik ki, arrive həm ətlə, həm də inlə işlənir. İnlə böyük yerlərlə işlənəcəkdir, amma ətlə balaca yerlərlə. Station isə balaca yer olduğu üçün deməli ətlə işlətməliyik. B bəndi, D bəndi və E bəndi olmaz. Daha sonra at night hazır birləşmədir. At night və həmçinin həftənin günləri ilə də biz bilirik ki, 10 işlənir. Düzgün cavabımız olacaqdır C bəndi. Daha sonra baxıram 15-ci testimizə. 15-ci testimizdə I don't know why he didn't come to the meeting yesterday. Bilmirəm ki, o nə üçün dünən iclasa gəlmədi. Burada tərcümədən alınır, cavabımız olacaqdır B bəndi. Daha sonra baxıram 16-cı testimizə. 16-cı testimizdə burada mütləq xəbərə diqqət yetirməliyik. Xəbərimiz təkidədir. Cümləmizin mübtədasında of vardı. Deməli, ofdan əvvələ baxırıq. Burada bir neither-la xəbərimiz təkdə işlənir. Qalan hamısı ilə xəbərimiz zəmdə işlənməlidir. Sonra baxıram 17-ci testimizə. 17-ci testimizdə let vardı. Letdən sonra biz bilirik ki, tuzsuz məsdər, ing-siz, yəni ya C bəndi olur, ya da D bəndi olur. Digər tərəfdə də made vardı. Let və make-dən sonra tuzsuz məsdər olduğu üçün düzgün cavabımız oldu C bəndi. Daha sonra 18-ci testimizdə çox diqqətli olmaq lazımdır. Burada make sadə deyil. Baxın, məchul növdə verilibdir. To be made. To be made, əgər make məchul növdə işlənibdirsə, mütləq özündən sonra to olmalıydı. Was made to explain olmalıydı. Deməli, düzgün cavabımız olacaqdır C bəndi. Daha sonra baxırıq 9-cu testimizə. Bizdən burada düzgün yiyəlik halında olan cümləni istəyir. Uşaqların oyuncaqları kökündən dəyişərək cəmlənən isimləri yiyəli ya da apostrof ilə düzəlir. Burada hər şey qaydasındadır. A bəndi düzdür. Amma burada yəni 2 S vardır, yanlışdır. 1 S olmalıydı. Daha sonra C bəndində otağın qapısı deyir, amma cansız isimlərin yiyəli hala apostrofisdən yox, ofla düzəlir. Today's news are yazıbdır burada. Burada birinci səhifəsində düzgündür bu günün xəbəri. Amma news sayı məntiq isimdir və ardan işlənə bilməz. Those cəmdədir, men də cəmdədir. Amma men kökündən dəyişərək cəmlənən isim olduğu üçün apostrofislə düzəlməlidir, yəni yanlışdır. Daha sonra baxıram 20-ci testimizə. 20-ci testimizdə burada görürsünüz nöqtələrdən sonra isim işlənibdir. Deməli, sonra S-lə bitən yiyəli əvəzçilərindən sonra isim işlənməz. İkinci səhifdə isə nöqtələrdən sonra isim işlənməyibdir. Deməli, isim işlənmədiyi üçün burada da maydan sonra isim işlənməlidir. Sonda da isim işlənməyibdir. Deməli, düzgün cavabımız olacaqdır C bəndi. Hördən sonra isim işlənməlidir. Daha sonra 21-ci testimizə baxıram. 21-ci testimizdə düzgün sual cümləsini bizdən istəyir. Əgər sualı dazla vermişəmsə, feildən S düşməliydi, q olmalıydı. Half ondan sonra köməkçi feil olmalıydı, yoxdur. Daha sonra baxıram C bəndində hər şey qaydasındadır. Köməkçi feil, mübtəda, əsas feil hər şey qaydasındadır. D bəndində köməkçi feilim yoxdur. E bəndində isə your brother üçüncü şəxsin təkidir, duyuq, dazla sual vermək lazım idi. Və ən axırıncı sualımızda 22-ci sualımıza baxaq. 22-ci sualımızda tək question'dır. Birinci tərəfimiz inkardadır. İkinci tərəfimiz təsdiqdə olmalıdır. Və zamanımıza fikir verin. İndiki bitmiş zamandır. Deməli, indiki bitmiş zamanda cavab verməliyəm. Daha sonra deyir ki, sən hələ də bu məruzəni bitirməmsən, elə deyil. Deyir ki, yox, 10 dəqiqə içində bitirəcəm. Yəni, yox deməliyik ki, çünki deyir ki, hələ 10 dəqiqə içində bitirəcəm.